Hər kəsə salam. Qiymənin üzərinə çox xırda doğranmış soğan, sarımsaq, cəfəri, rondoda çəkilmiş biber, pomidor, damaq dadına görə ədviyyatlar, tomat pastası və biber pastası əlavə edib təxminən 2 dəqiqə yaxşı qarışdırıram. Başqa bir qabda suyun üzərinə bitki yağı və un əlavə edib qarışdırıram. Çox nazik yuxalardan istifadə edirəm. Əvvəlcə yuxanın birini qoyuram, digər yuxanı hazırladığım kütlədə nəmləndirib üzərinə hamarlayıram. Üzərinə 2 dolu xörək qaşığı ət qoyub hamarladıqdan sonra öncədən isidilmiş 230 dərəcəlik sobada kənarları yaxşı qızarana kimi bişirirəm. Sobadan götürərkən xırtıltılı olur, amma 5-10 dəqiqə keçəndən sonra yumşalır. Göyərtili soğan və limonla möhtəşəm olur. Hələlik.